Milli Şuranın keçmiş sədri rəhmətlik Rüstəm İbrahimbəyovla Moskvadakı ofisində görüşdüm. Ona suallarım var idi. Milli Şura Rusiya layihəsidirmi? Siz niyə namizəd ola bilmədiniz? Sizin Əliyevlərlə münasibətiniz necədir? Bunu AXCP sədrinin keçmiş müşaviri Sahib Kərimli bildirib. Kifayət qədər açıq danışdıq. Sağlığında açıqlamasını istəmədiyi detalları indi də yazmağım etik olmaz. Amma bəzi nüanslarla bağlı gizlilik istəyi yoxdur. Məsələn, Ramiz Mehdiyevin onu olan münasibəti ilə bağlı dedi ki, Mehdiyev ondan xoşlanmır. 2013-cü ildə onun namizədliyinin qeydə alınmasında Rusiyanın Azərbaycana təsir mexanizmlərini sona qədər işə salmamasında və ən nəhayət Rusiyanın İlham Əliyevlə anlaşmasında Mehdiyevin hesabatlarının ciddi rolu olub. Rüstəm müəllim iddia edir ki, dövləti də, ictimai-siyasi sektoru da əsasən Ramiz Mehdiyev idarə edir. Prezident administrasiyasının rəhbərinin prezidentliyə gələcək üçün namizədləri var. O istəmir ki, prezident olacaq şəxsin Moskva elitasına birbaşa çıxışı olsun. İstəyir ki, hər şey onun üzərindən qurulsun. Bu elə bir adam olsun ki, onun Mehdiyevə uzun bir ömür sədaqəti olsun. Mehdiyev mənə güvənmir, çünki mənim sənətim Moskva elitasına birbaşa çıxışı çoxdan təmin edib. Bu görüşdən 3 ay sonra 2016-cı ilin sentyabrında Milli Şuranın üzvlüyündən çıxarıldım. Qısacası, Ramiz Mehdiyev elə şərtlər yaradıb ki, ona keçmişdə sədaqəti, bundan sonra da xəyanəti olmayan heç kimin rahat yaşamaq şansı yoxdur deyə Sahib Kərimli Rüstəm İbrahimbəyovun fikirlərindən sitat gətirib. Qeyd eləyək ki, Milli Şura yaradılanda Rüstəm İbrahimbəyovun sədrliyi gündəmdə olsa da 2013-cü ilin dekabrında bu vəzifəyə Cəmil Həsənli seçildi.